Yer kürəsində Rafael kimi bu dəqiqə ikinci bir karatesi yoxdur. Yəni Yaponiyada bəlkə də onun adına bu dəqiqə küçə fikirləşirlər, açsınlar. Amma təəssüf olsun, gərək biz birinci burada. Van Damın heykəlini qoyublar Qəbələdə. Van Damın heykəlini qoyublar. Sonra bir dənə də idmançı var. Dünya ulduzlu artisti. Azərbaycana gəlmişdi. Qayıdırdı ki, mən Azərbaycana gəlmişəm Rafael'lə görüşməyə. Rafael də onda cavan uşaq idi. İndi fikirləşin. Van Damın özü Rafael'lə fəxr eləyir. Amma biz Rafael'in adına bir küçə qoymuruq. Biz Hacı Əliyevin adına bir küçə qoymuruq. Bir heykəl qoymuruq. Bu boyda Bakıda, Azərbaycanda, Ruslarda deyirlər, Muzey Slava var. İdman Olimpiya muzeyi. Bu boyda turistimiz gəlir. Mən razıyım, 300 kvadratlıq yer lazımdır dəniz kənarı parkda. Olimpiya çempionlarımızın medallarını asaq ora, dublikatların, paltarların, şəkillərin. Qoy turistlərimiz keçəndə orada necə ağaçları, dekorativ ağaçları Afrikadan gəlsib düzüblər də görmüsünüz də, yəni ki, biz oxuyuruq ki, bu ağac Afrikadan gəlib, bu ağac Qallancadan gəlib, bu gülləri Qallancadan gətiririk, bu filan filan. Mən istəyərdim ki, orada bizim 9 dənə Olimpiya çempionumuzun şərəfinə Olimpiya muzeyi, hərəsindən bir yadigar olar, birindən trikonu götürək, Rafael'dən kimononu götürək, o birisindən də, yəni olsun da niyə olmasın?